Agatha Christie haqqında hansı fikri mətnin həm 3, həm də 5-ci abzaslarına görə əsaslandırmaq olar? Atası Amerikalı idi. Atasının Amerikalı olması faktı yalnız birinci abzasda qeyd olunub. Yanlışdır. Agathanın əsərləri bu gün də çap olunur. Həmçinin böyük tirajla çap olunur. Bu isə mətnin sonlarında, yəni 7-ci abzasında göstərilir. Əvvəllər yazıçılığa hobbi kimi qəbul etmişdi. Bu isə yalnız 5-ci abzasda verilib, 3-cü abzasda elə bir fikri yox idi. Düzgün cavabımız olacaq anasının onun həyatında böyük rolu olması. Çünki biz həm 3-cü abzasda görürük ki, anası onu himayəsinə götürür, yəni anasının himayəsində böyüyür və onu təhsil alması üçün Parisə göndərir. Eyni zamanda 5-ci abzasda da görünür ki, o ilk əsərlərini anasının təsiri ilə yazır. Deməli, anası onun həyatında mühüm rol oynamış bir şəxs idi.